Salam, bugün sizinlə 24 may 2026-cı ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi 3-cü qrup qəbul imtahanının Azərbaycan dili suallarının izahına baxacağıq. İndi isə suallarımızın izahına keçək. Sual işarəsinin yerinə hansı söz yazılsa, hər kiçik üçbucaqdakı verilən iki fikirdən yalnız biri həmin sözə aid olar. Baxın, iki fikirdən yalnız biri. Birinci sözlərin tələffüzünü yazaq. Qərinə sözü, baxın, qərinə şəklində tələffüz olunacaq. Operator, epopeya, limonad, limonad şəklində. Nəşriyyat da nəşriyyat. Baxın, belə tələffüz olunur. Bunlar hər birinin transkripsiya içində yazmalıyıq əslində. Belə. İndi baxaq qərinə sözünə. Deyir ki, eyni iki samitdən istifadə olunub. Qərinə, bu yanlışdır. Baxaq ikincisinə. Cingitli samitlərin sayı kar samitlərin sayından çoxdur. Q cingitli, R cingitli, N cingitli. Burada kar samit yoxdur. Baxın, burada biri doğru, biri yanlış oldu. Birinci xanada. Sonra, açıq saitlərdən biri dodaqlanandır. Baxın, heç bir dodaqlanan deyil. Deyilişi və yazılışı fərqlənir. Uzanma fərqi sayılmır. Deməli, A bəndini çıxarıq. Yəni, burada hər ikisi yanlış oldu. Sonra, operator sözünə baxaq. Baxın, iki eyni samitdən istifadə olunub. İki eyni samit burada rəngi dəyişmiş olur. Demək, iki eyni samit R samitidir. Bu doğrudur. Cingitli samitlərin sayı kar samitlərin sayından çoxdur. Cingitli samitlər R cingitli, 2 cingitli, 2 kar. Bax, bu yanlışdır. Deməli, bir doğru, biri yanlış oldu. Tərkibində uzanan samit var. Yoxdur. Ahəng qanuna tabe deyil. Bu doğrudur. Açıq saitlərdən biri dodaqlanandır. Baxın, burada o dodaqlanandır. Bu doğrudur. Deyilişi ilə yazılışı fərqlənmir. Fərqlənir, amma burada fərqlənmir. Bu yanlışdır. Hər üç bucaqda bir doğru, bir yanlış olduğu üçün cavabımız olacaq B bəndi. Hansı cümlələrdə söz birləşməsi ilə ifadə olunmuş tamamlıq işlənib? Ziyanın yarısından dönmək xeyirdir. Nədir xeyirdir? Nə xeyirdir? Ziyanın yarısından dönmək. Burada söz birləşməsindən ifadə olunub, amma mübtəda, tamamlıq ifadə olunmur. Ümumiyyətcə, tamamlıq yoxdur cümlədə. Cavab biri çıxırıq. Onun əlindəki balaca saz atasının dostundan yadigar qalmışdı. Kimdən yadigar qalmışdı? Baxın, atasının dostundan. Üçüncü nöqtənin söz birləşməsindən ifadə olunub, tamamlıq. Deməli, ikini götürürük. Atam həmişə dostunun məzəli söhbətlərindən danışardı. Nədən danışardı? Nədən danışardı? Dostunun məzəli söhbətlərindən. Üçüncü nöqtənin söz birləşməsi tamamlıq vəzifəsində işlənib. Üçü də cavabımız olaraq götürürük. Bir sıra qəzetlərdə məqalələri çap olunmuşdu. Burada qəzetlərdə sözü tamamlıqdır, amma tamamlıq söz birləşməsindən yox, sözlə ifadə olunub. Onun üçün 4-ü götürmürük. Onlar daim işıq və səadət içində olan uşaqlara bənzəyirlər. Uşaqlara burada tamamlıqdır, lakin yenə də burada söz birləşməsindən yox, sözlə ifadə olunduğu üçün 5-i də götürmürük. Cavabımız olacaq 2-3. D bəndi. Nümunələrə əsasən uyğunluğu müəyyən edin. Yalnız ismi birləşməyə aid nümunələr var. Həm ismi, həm feili birləşməyə aid nümunə var. Söz birləşməsinə aid nümunə yoxdur. A bəndində nə gözəl yaraşır muğana ceyran. Burada söz birləşməsinə aid nümunə yoxdur. Cavab 3-ə A cavab olaraq. Bizə meydan oxuyanlar bilməlidirlər ki, vətən əsla yada satılmaz. Bu da bilməlidirlər. Kim bilməlidir? Bizə meydan oxuyanlar. Bu da
Yalnız fe'li birləşməyə aid nümunə var, amma şərtdə belə bir şərt verilmədiyi üçün B-ni heç birinə aid etmirik. Sanki dəhrə ilə dağı çarpıb parça-parça qoparmış, Gövsi güzəhi ora həkk etmişlər. Burada parça dağı çarpıb fe'li birləşmədir, amma fe'li birləşməyə aid nümunə bizdən istənilmədiyi üçün C-ni də götürmürük. Oğuz bəyləri bunu görüb əl çaldılar, gülüşdülər. Burada Oğuz bəyləri ikinci növ tənis söz birləşməsidir. Bunu görüb də fe'li birləşmədir. Deməli, D həm ismi, həm də fe'li birləşməyə aid nümunə var. 2-yə D. Azərbaycanın hər güşəsində əsrarəngiz gözəlliyə rast gəlirsən. Azərbaycanın güşəsində olacaq ismi birləşmə. Əsrarəngiz gözəlliyi olacaq ismi birləşmə. Yalnız ismi birləşmə var. 1-ə də Y. Cavabımız olacaq 1Y, 2D, 3A. A bəndi. Verilmiş cümlələrlə bağlı cümlədəki yanlış fikirləri müəyyən edin. O elə səhər axşam külün qırağında dayanıb nəsə pıçıldayır. Yanlış fikirləri müəyyən edin. İsmi əvəz edən əvəzliklərin məna növü fərqlidir. İsmi əvəz edən əvəzliklər hansılar? Deməli, o olacaq şəxs əvəzliyi, nəsə olacaq qeyri-müəyyən əvəzlik. Deməli, bir doğrudur. İşarə və şəxs əvəzliyi quruluşca eyni növdədir. Şəxs əvəzliyi burada o sadədir, amma işarə əvəzliyimiz işlənməyib. Burada elə işarə əvəzliyi deyil, ədatdır. İlk hissəsi olaraq ədatdır. Deməli, 2 səhvdir. 2-ni cavab olaraq götürürük. Lalə bütün bunları bilsə də hey danışır, bəlkə də bizə təskinlik vermək üçün deyirdi. İşarə əvəzliklərindən biri ismi, digəri sifəti əvəz etmişdir. Burada işarə əvəzliyi bunlar sözü, bunları və işarə əvəzliyi başqa işarə əvəzliyi burada işlənməyib. Deməli, təkcə bunları işarə əvəzliyi, bu da ismi əvəz edib. Amma sifəti əvəz edən işarə əvəzliyimiz işlənməyib. Deməli, 3 yanlışdır. Qrammatik şəkilçi qəbul etmiş əvəzliklərin məna növü fərqlidir. Qrammatik şəkilçi qəbul etmiş əvəzliklər. Burada bizə olacaq şəxs əvəzliyi, bunları da olacaq işarə əvəzliyi. Deməli, bu doğrudur. Acsan, ev eşik sənin bu qoca əldən düşmüş vaxtında nəyinə gərəkdir? Əvəzliklərin hər biri müxtəlif məna növündədir. Baxaq, sənin burada olacaq şəxs əvəzliyi, bu olacaq işarə əvəzliyi, nəyinə olacaq sual əvəzliyi. Deməli, 5 doğrudur. Şəkilçi ilə işlənmiş əvəzliklərin quruluşca məna növü fərqlidir. Şəkilçi ilə işlənmiş əvəzliklər burada sənin, bir də nəyinə sözləridir. Amma hər ikisinin məna növü, yəni quruluşca olacaq sadə. Demək, 6 da yanlışdır. Cavabımız olacaq 2, 3, 6. 2, 3, 6 A bəndi. Güman ki, bu dağlardakı qazıntı yerlərinin çertyozu idi. Cümləsindəki sözlərlə bağlı doğru fikirləri müəyyən edin. Doğru fikirləri müəyyən edin. Aha, güman ki, modal sözdür. Bu doğrudur. Güman şübhə bildirən modal sözdür. Şübhə bildirən modal söz doğrudur. Bu işarə əvəzliyidir. Nə sualına cavab verir? Adlıq haldadır. Doğrudur. İşarə əvəzliyidir. Nə sualına cavab verir və adlıq haldadır. 2 də doğrudur. Dağlardakı quruluşca düzəltmə yer zərfidir. Baxın, burada dakidəki sifət düzəldən, yalnız sifət düzəldən leksik şəkilçidir. Yəni, yer zərfi yox, sifət olmalıdır. 3 yanlışdır. Qazıntı feildən düzəlmiş isimdir, adlıq haldadır. Baxaq, qaz sözün kökü, ıntı leksik şəkilçi. Doğrudur. Feildən düzəlib. İndi baxaq, adlıq haldadırmı? Qazıntı yerləri, baxın, burada qazıntı yerləri olacaq ikinci növ təyin söz birləşməsi və qazıntı sözü burada adlıq halda yox, qeyri-müəyyən yəlik haldadır. Yəni, 4-də yanlışdır. Yerlərinin sadə isimdir, cəm, mənsubiyyət və hal şəkilçisi qəbul edib. Baxın, yerlərinin çertyoz, qazıntı yerləri. Baxın, qazıntı yerləri birinci i burada olacaq mənsubiyyət. Buradakı in isə olacaq yəlik hal şəkilçisi. Deməli, həm mənsubiyyət, həm hal şəkilçisilər də burada olacaq. Cəm şəkilçisi sadə isimdir, doğrudur.
Deməli 1, 2, 5. 6-ya da baxaq. Çertyoju isimdir, təsirlik haldadır. Baxın, yerlərinin çertyoju. Burada olacaq 3-cü növ təyin söz birləşməsi və çertyoju sözündəki u isə olacaq mənsubiyyət çəkiltisi. Yəni mənsubiyyət, yəni təsirlik halda deyil. 6-da yanlışdır. Cavabımız olacaq 1, 2, 5. 1, 2, 5 D bəndi. Verilmiş nümunələrdə tək sözünün hansının hissəsinə aid olduğunu göstərən düzgün ardıcıllığı müəyyən edin. Tək sözü bildiyimiz kimi amonim sözdür. İndi baxaq. Açır piyalə tək, ağzını zambaq. Burada baxırıq, tək söz əgər sözə bitişik yazılıbsa, bu olacaq qoşma. Deməli, burada qoşma oldu. Tək əllə düyün döyülməz. Baxın, əldən sonraki sözə baxırıq, isim. İsim olduğu üçün olacaq sifət. Sual veririk, tək əl. Necə əl? Tək əl, sifət. Çörəyini tək yeyən. Baxın, tək sözündən sonra feil gəlir. Feil gəldiyi üçün olacaq burada tək sözü zərf. Nə tərzdə yeyən? Tək yeyən. Zərf. Mənə çətin gündə dayaq tək sənsən. Burada tək sözü olacaq ədat. Ədat olduğunu hardan bilək? Əgər tək sözünü biz təkcə, yalnız, bircə və s. bu kimi ədatın məna növlərini əvəzləyə biliriksə olacaq ədat. Cavabımız oldu qoşma, sifət, zərf, ədat. Qoşma, sifət, zərf, ədat B bəndi. Nümunədə buraxılmış durğu işarələrini müəyyən edin. Ev sahibi qonağın əlini sıxa-sıxa otur dedi. İndi gələcəklər. Baxın uşaqlar, ev sahibi qonağın əlini sıxa-sıxa. Buradan bu hissəyə kimi olacaq müəllifin sözü, otur olacaq vasitəsiz nitq, dedi olacaq müəllifin sözü, indi gələcəklər hissəsində olacaq vasitəsiz nitq. İndi bunları durğu işarələrini yazaq. Deməli, müəllifin sözündən sonra qoşa nöqtə, əgər ardınca cümlə davam edirsə, dırnaqları açırıq, vasitəsiz nitq, dedi, baxın, müəllifin sözü olduğu üçün, vergül, tire, müəllifin sözündən sonra vasitəsiz nitq gəldiyi üçün yenə vergül, tire qoyulur. Daha sonra vasitəsiz nitqdən sonra dırnaq bağlanır və sondan nöqtə. Deməli, cavabımız olacaq qoşa nöqtə, dırnaqlar, 2 vergül, 2 tire. D bəndə. Orfoepik normanın pozulduğu cümlələri müəyyən edin. Bir çox insanlar problemlər qarşısında aciz qalırlar. Burada heç bir pozulma halı yoxdur. Deməli, biri çıxırıq. Arıq oğlan asta-asta, qırıq-qırıq danışırdı. Burada baxın uşaqlar. Burada arıq şəklində olmalıdır. Baxın, qırdan sonra sait gələrsə, bu ğıya keçir. Yəni, x yox, ğ olmalıdır. Burada qırıq-qırıq. Qdan sonra samit gəlirsə, burada ğ ilə yox, x ilə yazılmalı idi. Yəni, 2 yanlışdır. 2-ni götürürük. Cavanlar bulaqdan qayıdan qızlarla qarşılaşdılar. Bu doğrudur. Yəni, pozulma halı yoxdur. Öz ixtirasını təkmilləşdirən alim Fransaya məlumat göndərməyə nail oldu. Burada ixtira sözü, burada t, d-ya keçəcək, ixtira şəklində tələffüz olunur. Alim Fransa, baxın uşaqlar, burada Fransa sonu a ilə bitən sözlərə yönlük a şəkilçisi qoşularkən burada a, ı kimi tələffüz olunur. Yəni, Fransiya şəklində, baxın belə, bu şəkildə tələffüz olunur. Deməli, 4-də yanlışdır, həm ixtira sözü, həm də Fransa sözünə görə. Günəş üfüqdən boylananda yolçular yola düşdülər. Burada heç bir pozulma halı yoxdur. Cavabımız 2, 4. A bəndi. Eyler-Venn diaqramına əsasən doğru fikirləri müəyyən edin. Qəsəbəyə yaxınlaşdıqca insanların hay-küyü eşidilir, həyətdə tonqallar gözə çarpırdı. Dənizdən əsən külək sahildə duyulan neft qoxusunu qovub uzaqlara aparırdı. Baxaq, isimlərdən biri quruluşuna görə mürəkkəbdir. Deməli, isimlərdən biri, baxın, hay-küy sözü mürəkkəbdir, doğrudur. Bir doğrudur. Mənsubiyyət çəkilçili isim adlı haldadır. Mənsubiyyət çəkilçili isim. Hay-küyü. Baxın, insanların hay-küyü mənsubiyyət çəkilçisini qəbul edib və adlı haldadır. Bu da doğrudur. 2 də doğrudur.
Sonra bütün isimlər ümumidir. 3 ortaq götürüblər. Bütün isimlər baxaq. Qəsəbə, insanlar, hayküy, həyat. Doğrudur. 3 də doğrudur hər ikisinə. 4. Yerlik halda olan isim yer zərfliyi vəzifəsindədir. Yerlik halda olan isim yer zərfliyi vəzifəsindədir. Burada uşaqlar sahildə duyulan. Burada yer zərfliyi yox, təyin, yəni tərkibə daxil olub təyin vəzifəsində işlənib. Deməli, 4 yanlışdır. 5-ə baxaq. Şəkilçi qəbul etməmiş isimlər eyni haldadır. 5. Külək sözü adlıq haldadır. Neft qoxusu, baxın, neft burada şəkilçi qəbul etməyib, amma olacaq qeyri-müəyyən yiyəlik halda, yəni adlıq halda deyil. 5-i də çıxırıq. 6-ya baxaq. Həm ismi, həm fe'li birləşmənin aslı tərəfində isim işlənmişdir. Aslı tərəfində isim işlənmişdir. Deməli, sahildə duyulan fe'li birləşmənin aslı tərəfi isimdir. Sahil sözü isimdir, doğrudur. Sonra neft qoxusu ismi birləşmənin aslı tərəfi isimdir, doğrudur. Birinci cümləyə də baxaq. Qəsəbəyə yaxınlaşdıqca, baxın, fe'li birləşmənin aslı tərəfi isimdir, doğrudur. İnsanların hayküyü ismi birləşmənin aslı tərəfi isimdir, doğrudur. Yəni 6 hər ikisinə aid olmalıdır. Demək, yanlışdır. Cavabımız olacaq 1, 2, 3. Cümlələrin birində düz sözü zərf kimi işlənmişdir. Deməli, zərf kimi işlənibsə, düz sözündən sonra fe'l gəlməlidir. Dağlarla əhatə edilmiş bu düz maralların məskənidir. Burada düz sözü isimdir. Yəni, mil düzü, muğam düzü mənasında işlənib. İsimdir. A-nı çıxırıq. Kəklik xanım şamları güzgünün qarşısına düzdü. Burada fe'ldir. Düzmək fe'lidir. B-ni çıxırıq. Nailə, gəl hər şeyi düz danışaq. Baxın, düz sözündən sonra fe'l gəldiyi üçün bu olacaq zərf. Cavabımız olacaq C bəndi. Maşın evimizin düz qabağında dayandı. Burada olacaq düz ədat. Baxın, düz sözünü lap sözünlə əvəzləyə biliriksə olacaq ədat. Deməli, deyini də çıxırıq. Düz yol insanı həmişə xoşbəxtliyə çatdırar. Burada düz yol necə yol? Burada olacaq sifət. Hansı nümunədə müxtəlif məna növünə aid 2 ədat işlənib? Demək, 2 ədat işlənsin və müxtəlif məna növü olsun. Baxaq, ancaq onu bilirdim ki, yalnız dostum məni tək qoymaz. Burada ancaq və yalnız. Hər ikisi olacaq məhdudlaşdırıcı ədat, yəni müxtəlif yox, eyni məna növünə aiddir. Deməli, biri çıxırıq. Onun əlləri də, üzü də soyuqdan lap buz kimi olmuşdu. Baxın, uşaqlar, burada əlləri də, üzü də burada olacaq bağlayıcı. Yəni, sadalama intonasiyası varsa bağlayıcıdır. Lap buz kimi olmuş. Burada lap olacaq qüvvətləndirici ədat. Kimi də burada olacaq qoşma. Yəni, burada təkcə bir ədat işlənib, lap ədatı işlənib. Yəni, 2 ədat işlənməyib və müxtəlif məna növünə aid nümunə yoxdur. B-də çıxırıq. Səninki xəbərin var idi, bəs niyə demədin? Baxaq, burada ki olacaq, səninki qüvvətləndirici ədat. Bəs niyə demədin? Burada bəs olacaq sual ədatı. Yəni, həm qüvvətləndirici ədatı var, həm də sual ədatı var. Cavabımız olacaq C bəndi. Baxaq digər variantlara da. Siz məgər onu evdən çıxanda görmüşdünüzmü? Baxın, məgər burada olacaq sual ədatı. Görmüşdünüzmü? Mü də burada olacaq sual ədatı. Yəni, hər müxtəlif deyil, eynidir yəni. D-ni də çıxdıq. Axı, sən də hər şeyi bilirsən. Burada ax olacaq qüvvətləndirici ədat. Baxın, də burada ədat deyil, bağlayıcıdır. Burada da sadalama intonasiyası olduğu üçün bağlayıcı olacaq. Cavabımız olacaq C bəndi. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Uyğun fikirləri müəyyən edin. Baxaq. Səmanın bir küncündə tək bir ulduz parlayırdı və bu ulduzun işığında hər şey daha sakit, daha dərin görünürdü. Nümunəyə aid doğru fikirdir, nümunəyə aid yanlış fikirdir. Baxaq, həmcins zərfliklərin iştirak etdiyi sadə cümlədir. Bu ulduzun işığında hər şey daha sakit, daha dərin görünürdü. Baxın, görünürdü. Necə görünürdü? Dərin görünürdü. Burada olacaq zərflik, dərin sözü zərflikdir. Sonra sakit sözü zərflikdir. Doğrudur. Həmcins zərfliklər işlənib. Amma baxaq indi sadə cümlədirmi? Səmanın bir küncündə tək bir ulduz parlayırdı. Nə edirdi? Parlayırdı. Nə parlayırdı? Ulduz. Ulduz mübtədadır.
Nə edirdi? Görünürdü. Nə görünürdü? Baxın, hər şey. Burada o hər iki cümlənin, komponentin özünə aid mübtəda xəbəri var. Deməli, bu olacaq sadə cümlə yox, mürəkkəb cümlə. Deməli, bir yanlışdır. Yanlışa baxaq indi. Tabeçsizlik əlaqəsindən istifadə olunmuşdu. Doğrudur, əgər həmcins üzvlər varsa, tabeçsizlik əlaqəsindən istifadə olunub. Həm də mürəkkəb cümlədir. Tabeçsiz mürəkkəb cümlədir. Deməli, bu da doğrudur, amma yanlışa verib. Yəni, bu da götürülmür cavab olaraq. Qadın pəncərədən çölə baxır. Yağış damlaları şüşə üzərində iz saldıqca şirin xatirələr bir film kimi gözlərinin önündən keçirdi. Hər iki tərkib hissəsi müəyyən şəxsi nəqli cümlədən ibarət tabeçsiz mürəkkəb cümlədir. Tabeçsiz mürəkkəb cümlədir. Baxaq, doğru fikirdir. Baxaq, müəyyən şəxsi cümlədirsə, qadın pəncərədən çölə baxır. Nə edir? Baxır. Kim? Qadın. Aha, nə edirdi? Gözlərinin önündən keçirdi. Nə gözlərinin önündən keçirdi? Xatirələr. Baxın, hər iki cümlənin ayrıca öz mübtəda xəbəri olduğu üçün olacaq tabeçsiz mürəkkəb cümlə, yəni mürəkkəb cümlə və hər iki tərəfin, baxın, qadın və xatirələr baxır, gözlərinin önündən keçirdi. Mübtəda xəbər olduğu üçün olacaq müəyyən şəxsli tabeçsiz mürəkkəb cümlə. Doğrudur, yəni doğru verdiyi üçün, doğru nümunəyə aid olduğu üçün 3'ü götürürük. Cavab olaraq 3'ü götürürük. Təyinlər söz birləşməsi ilə ifadə olunmuşdu. Baxaq təyinlərə. Film kimi. Baxın, şirin xatirələr. Burada şirin sözü söz birləşməsi yox, sifətlə ifadə olunub. Yanlış altından yazıldığı üçün, yəni bu da doğru götürürük. Cavabımız olacaq 3, 4. D bəndi. Müqayisə cədvəlinə əsasən uyğun fikirləri müəyyən edin. Söz birləşməsi mübtədanın ifadə vasitəsidir. Baxaq, bu sözlər mənə bir neçə saatdan sonra açılacaq bahar səhəri kimi təzə və parlaq bir həyat vəd edirdi. Nə edirdi? Vəd edirdi. Nə? Sözlər. Sözlər burada mübtədadır. Deməli, mübtədanın ifadə vasitəsi söz birləşməsi yox, sözlə ifadə olunub. Deməli, biri çıxırıq. Bir yanlışdır. Bizdə amma uyğun fikirlər deyir. 2-yə baxaq. Fe'li birləşmə xəbərin ifadə vasitəsi kimi çıxış etmişdir. Fe'li birləşmə. Burada xəbərin ifadə vasitəsi vəd edirdi. Bu olacaq mürəkkəb fe'l. Yəni fe'li birləşmə ilə ifadə olunmayıb. 2-ni də çıxırıq. 3-ə baxaq. Deməli, mübtəda cəm şəkilçisi qəbul etmiş isimlə ifadə olunmuşdur. Baxaq. Pəncərənin pərdəsini yelədərək içəri dolan yaz küləyi sanki özü ilə yeni duyğular gətirir. Nə edir? Gətirir? Nə? Yaz küləyi. Yaz küləyi. Demək, mübtəda cəm şəkilçisi qəbul etmiş isimlə. İsimlə deyil, söz birləşməsindən ifadə olunub mübtəda. Söz birləşməsi ilə. Demək, 3'ü çıxırıq. İsmi birləşmə baş üzvlərdən birinin ifadə vasitəsidir. Baxın, doğrudur. Mübtəda ismi birləşmənin ifadə olunub. 4 doğrudur. Xəbərin ifadə vasitəsi indiki zamanda işlənmiş fe'ldir. Ortaq kimi götürüblər. Baxın, vəd edirdi. İndiki zamandadır, gətirir indiki zamandadır. 5 doğrudur. Xəbər uzlaşma əlaqəsində aslı tərəfdir. Mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi olur və xəbər aslı tərəfdə olur. Doğrudur. 4, 5, 6. Y bəndi. Hansı cümlədə mübtədanın əlavəsi işlənmişdir? Xala 2 gündən sonra şənlikdir. Baxın, şənlikdir. Burada xəbərin əlavəsidir. Deməli, anı çıxırıq. Hər səhər əlinin bacısı qaymağı qonşuya kimə? Qonşuya. Tamamlığın əlavəsidir. B-ni çıxırıq. Rəfiqə, Bəndamlı İbrahim Xəlilin anası çox müdrik qadındır. Burada rəfiqə olacaq mübtəda. Kim? Bəndamlı İbrahim Xəlilin anası. Yəni, mübtədanın əlavəsi işlənir. Cavabımız olacaq C bəndi. Qızlardan birini. Burada birini olacaq tamamlıq. Günayin tamamlığın əlavəsi işlənib. D-ni çıxırıq. Qarabağa. Bu qədim və gözəl diyara heyranam. Burada Qarabağa olacaq. Zərflik, yəni zərfliyin əlavəsi. Cavabımız olacaq C bəndi. Nümunədəki köməkçi nitqisələrinin işlənmə ardıcıllığını müəyyən edin. Kaş ki düşməyəydim bu saraylara. Burada kaş ki olacaq arzu ədatı.
Yanıldım, doğrusu uyub aldandım. Burada doğrusu olacaq. Təsdiq bildirən modal söz. Deməli, cavabımız olacaq ədat, modal söz. Ədat, modal söz A bəndi. Hansı nümunələrdə həmcins üzvlər mübtəda ilə sintaktik əlaqədədir? Baxaq, dostlarının fikrincə o, mərd və sözü bütöv adam idi. Adam idi, kim o? Necə adam idi? Mərd, necə adam idi? Sözü bütöv. Burada həmcins üzvlər təyin vəzifəsindədir, amma burada mübtəda ilə yox, xəbərlə sintaktik əlaqədədir. Deməli, biri çıxırıq. O, yazıcı, şair və rəssamları bu konsert salonunda tez-tez görürdü. Nə edirdi, görürdü? Kim o? Kimi görürdü? Yazıcı, şair, rəssamları. Burada olacaq. Həmcins tamamlıq. Harada görürdü? Konsert salonunda. Necə tez-tez? Hansı bu? Deməli, burada həmcins üzvlər tamamlıqdır, amma tamamlıq mübtəda ilə sintaktik əlaqəyə girmədiyi üçün ikini də götürmürük. Yəni, burada tamamlıq xəbərlə sintaktik əlaqəyə girib. Üçü götürmürük. Son dəblə geyinmiş, seyrəlməkdə olan saçlarını arxadan uzatmış adam ona kimisə xatırladırdı. Nə edirdi, xatırladırdı? Kim? Adam. Kimi xatırladırdı? Kimisə, tamamlıq. Kimə, ona, tamamlıq. Bax, hansı adam son dəblə geyinmiş, hansı adam seyrəlməkdə olan saçlarını arxadan uzatmış. Baxın, bu olacaq təyin və təyin mübtəda ilə sintaktik əlaqəyə girib. Deməli, üçü götürürük, yanaşma əlaqəsindədir yəni. Üçü götürdük. Leyla muzeylərdə, sərgilərdə onun bəzi rəsm məsələlərinə xüsusi maraqla tamaşa edirdi. Deməli, tamaşa edirdi. Kim? Leyla. Burada muzeylərdə, sərgilərdə olacaq zərflik. Zərfliklə mübtəda sintaktik əlaqəyə girmədiyi üçün 4-ü də çıxırıq. Ay dağlar arasında orğun boylanaraq ona baxdı, məftun oldu. Baxaq. Nə etdi, məftun oldu? Nə? Ay. Dağlar arxasından orğun boylanaraq. Baxın, mübtəda ilə xəbər arasında, olacaq uzlaşma əlaqəsi. Məftun oldu, nə etdi? Baxdı, nə? Ay. Baxın, hər iki mübtəda olacaq həmcins və mübtəda ilə olacaq uzlaşma əlaqəsində, yəni sintaktik əlaqədə olur. 5-i də götürürük. Düzgün cavab olaraq. Uca boylu, ağbəniz, gözəl bir qadın gülümsəyərək mənə yaxınlaşdı. Nə etdi? Yaxınlaşdı. Kim qadın? Hansı qadın? Uca boylu, ağbəniz, gözəl. Burada hər biri təyin olduğu üçün mübtəda ilə yanaşma əlaqəsinə girib. Yəni sintaktik əlaqəyə girib. Cavabımız olacaq 3, 5, 6. 3, 5, 6 Y bəndi. Klaster tamamlayan fikirləri müəyyən edin. Qrammatik normaya uyğundur. Baxaq. Çapdırır atını birbaşa dünya. Burada inversiya olduğu üçün qrammatik norma pozulur. Biri götürmürük. Yəni, bir olan variantları çıxırıq. Gənclər yeni arzulara qovuşmaq üçün inamla irəliləyirlər. Burada heç bir norma pozuntusu yoxdur. 2-ni götürürük. 2 olan cavab. Qırıldı arzular, öldü inamlar. Burada inversiya olduğu üçün norma pozuntusu var. Yəni, qrammatik norma pozulub. 3-ü də götürmürük. Əsər, film və ssenari bir-birindən fərqlənirlərdi. Burada baxın, şəkilçi ardıcılığı pozulub. Onun üçün qrammatik norma da pozulub. 4-ü çıxırıq. Ayaq izlərimiz qarın üzərində çuxur yaratdı. Burada norma pozuntusu yoxdur. Cavabımız olacaq 2, 5 C bəndi. Zakir dostu Fərruxa dərhal telegram göndərdi ki, onun bugün gələcəyini doğma qardaşına da söyləməsin cümləsi haqqında deyilənlərdən biri yanlışdır. Deməli, yanlış fikri müəyyənləşdirməliyik. Baxaq, həm baş, həm budaq cümlə müəyyən şəxsi cümlədir. Birinci, bunun baş və budaq cümləsini müəyyən edək. Zakir dostu Fərruxa dərhal telegram göndərdi ki, deməli, bu tərəf olacaq. Birinci tərəf olacaq baş cümlə.
İkinci tərəf olacaq budaq cümlə. Baxın 2 ilə bağlanırsa, birinci baş, sonra budaq. Bax, həm baş, həm budaq cümlə müəyyən şəxsi cümlədir. Nə etdi, göndərdi? Kim? Zakir. Nə etməsin, söyləməsin? Kim? O. Baxın, hər iki cümlə müəyyən şəxsi cümlədir. Bu doğrudur. A-nı çıxırıq. Budaq cümlə, baş cümlə ki bağlayıcı ilə bağlanıb. Bu doğrudur. Baxın, bu da ki bağlayıcısı ilə bağlanıb. Doğrudur. B-ni çıxırıq. Sıxım doğrudur. C-ni çıxdıq. Baş cümlədə ikinci dərəcəli cümlə üzvlərinin hamısı işlənib. Baxaq. Nə etdi, göndərdi? Nəyi göndərdi? Nə göndərdi? Baxın, nə göndərdi? Qeyri-müəyyən təsirli halın sualı nə sual? Nə göndərdi? Telegram tamamlıq olur. Dərhal zərflik. Kimə? Fəruxa. Hansı Fəruxa? Dostu Fəruxa. Baxın, hər cümlə üzvlərinin hamısı işlənib, yəni. D-ni də çıxırıq. Doğrudur çünki. Budaq cümlədə işlənən tamamlıqların hər ikisi söz birləşməsi ilə ifadə olunub. Budaq cümlədə işlənən tamamlıqlar. Baxaq, onun bugün gələcəyini doğma qardaşına da söyləməsin. Nə etməsin, söyləməsin, nəyi söyləməsin? Onun bugün gələcəyini. Baxın, bu söz birləşməsinin ifadə olunub, doğrudur. Amma baxaq, kimə? Qardaşına. İkinci tamamlıq isə söz birləşməsindən yox, sözlə ifadə olunub. Ona görə Y bəndi yanlışdır. Hansı iki sözdən biri bütün tələbləri ödəsə də, digəri heç bir tələbi ödəmir? Baxaq. Kökü feil ilə amonimdir. Sıxlaşmaq sözü feilinin amonim. Doğrudur. Başqa sözlə eyni köklü ola bilər. Sıxlaşmaq məsələn olur. Sıxlıq məsələn olur. Eyni köklü ola bilər. Leksik şəkilçilərlə işlənib. Doğrudur. Tərkibinə görə iki cür təhlil düşünülür. Bu yanlışdır. Deməli, anı çıxırıq. Digərinə baxaq. Kökü feillə amonimdir. Qavramaq amonim deyil. Yoldaşlıq amma yol amonimdir. Yəni feilin amonimdir. Başqa sözlə eyni köklü ola bilər. Yoldaşlıq sözü ola bilər. Eyni köklü ola bilər. Deməli, leksik şəkilçilərlə işlənib. Yoldaşlıq doğrudur. Tərkibinə görə iki cür düşünülür. Bu yanlışdır. Deməli, B-ni də çıxırıq. Kökü feillə amonimdir. Məsələn, daş. Doğrudur. Başqa sözlə eyni köklü ola bilər. Doğrudur. Məsələn, daşlıq. Eyni köklü ola bilər. Doğrudur. Leksik şəkilçilərlə işlənib. Daşlamaq. Doğrudur. Tərkibinə görə iki cür düşünülür. Baxaq. Daşladaq sözünə baxaq indi. Baxın uşaqlar, burada t-dır, daşlatmaq. A-qı bir yerdə götürsək, əmr şəklində olur. Amma A-nı ayrı, Q-nı ayrı götürsək, arzu şəklində olur. Yəni, iki cür təhlil etmək olur. Doğrudur bu da. Deməli, bütün tələbləri ödədi daşladaq sözü. Amma indi dağıntı sözünə baxaq. Kökü feillə amonimdir, dağıntı amonim deyil. Başqa sözlə eyni köklü ola bilər. Bu yanlışdır. Leksik şəkilçi işlənməyib, sadə sözdür. Tərkibinə görə iki cür düşünülür. Bu da yanlışdır. Cavabımız olacaq C bəndi. Verilmiş sözlərin mənasına uyğun gələn frazeoloji birləşmələri müəyyən edin. Gözü tutmaq, bəyənmək. 2A. Sonra ilham vermək, ruhlandırmaq. 3B. Ürəyi sinəsinə sığmamaq, fərəhlənmək. 1C. Özünə sığışdırmamaq, heç birə aid deyil. Könlünə yatmaq, bəyənmək. Y. Deməli, 1C, 2A, Y, 3B. Zaur Hafiz Xəlil yəqin ki, sifariş edilmiş əşyaları sabah ünvana çatdıracaqlar cümləsi ilə bağlı yanlış fikirləri müəyyən edin. Cümlənin sintaktik təhlil sxemi müxtəlif formada düşünülə bilər. Bu doğrudur. Əgər biz Zaur Hafiz Xəlil sözlərini xitab kimi düşünsək, cümlənin mübtədası olmayacaq. Yox, əgər xitab kimi düşünməsək, Zaur Xəlil Hafiz hər üçü həmciz mübtədadır, yəni təhlil sxemi fərqli düşünülə bilər. Yəni, bu doğrudur, amma bizdən yanlış istəyir deyə biri götürmürük. Tərkibində xitab işləndiyini düşünmək olar, bu doğrudur.
həm müəyyən şəxsli, həm də qeyri-müəyyən şəxsli cümlə kimi düşünülə bilər. Əgər Zaur Xəlil Hafiz cümlədə mübtəda vəzifəsində çıxış edirsə, müəyyən şəxs olacaq. Yox, əgər xitab vəzifəsindədirsə, qeyri-müəyyən şəxsli cümlə olacaq. Deməli, 3 doğrudur, onun üçün bunu çıxırıq, götürmürük. Cümlədə uzlaşma əlaqəsinin olduğunu əminliklə söyləmək olar. Baxın, əminliklə deyir. Əminliklə söyləmək olmaz. Çünki əgər xitab vəzifəsində işlənsə, mübtəda olmur cümlədə. Onun üçün də uzlaşma əlaqəsi də olmayacaq. Deməli, 4-ü götürürük, çünki yanlış fikir deyir bizə. Güman şübhə bildirən modal söz işlənmişdir. Baxaq, yəqin ki, baxın, güman şübhə, bu doğrudur. 5 doğrudur, 5-i çıxırıq. Təyin sözləşməsində ifadə olunub, baxaq. Sifariş edilmiş, baxın, burada sifariş edilmiş, söz birləşməsi yox. Sözlə ifadə olunub. Deməli, 6-nı da götürürük. Olacaq 4, 6, B bəndi. Hansı cümlədə məchul növdə işlənmiş feil xəbər şəklində işlənmişdir? Baxın, xəbər şəklinin əlaməti nə idi? Zaman şəkilçiləri. Əgər sözdə zaman şəkilçisi varsa, xəbər şəkildə. Baxaq, danışılacaq. Baxın, danışılacaq sözündə aca gələcək, qəti gələcək zamandır. Deməli, xəbər şəklində işlənib. A-nı çıxaraq. Dediyim sözlər nöqtəsinədək yazılmalıdır. Baxın, müəllim vacib şəklidir. Xəbər şəklində deyil. Cavabımız olacaq B bəndi. Digər variantlara da baxaq. Sirlər açılar. Bu da qeyri qəti gələcək zamandır. Xəbər şəklində işlənib. Sınav imtahanı keçirildi. Şuudi keçmiş zaman xəbər şəklindədir. D-ni çıxırıq. Deyilirdi. Burada indiki zaman olduğu üçün də xəbər şəklindədir. Cavabımız olacaq B bəndi. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Uzunluq ölçən və yağışlı çizginli sözlərinə aid. Baxaq. Birinci bunları biz tələffüz variantını yazaq. Deməli, uzunluq ölçən şəklində olacaq. Uzunluq ölçən. Belə. Digəri də yağışlı çizginli. Çizginli şəklində olur. Yağışlı çizginli. Baxaq. Kar qarşılığı olan iki cingirtli samit işlənmişdir. Bunu birə götürürlər. Kar qarşılığı olan iki cingirtli samit. Z və Ğ. Hər ikisinin kar qarşılığı var. Deməli, biri götürdük. 1. Kar və cingirtli samitlər yanaşı işlənmişdir. Kar və cingirtli samitlər yanaşı işlənmişdir. Bax, L və Ç yanaşı işlənib. Digərinə baxaq. Baxın, Ş və D yanaşı işlənib. Yəni, bu iki hər ikisinə aid olmalıdır. Deməli, 2-ni götürmürük. Sonra sözdə X samitinin cingirtli qarşılığı işlənib. Deməli, hər ikisinə Q, deməli, hər ikisində Q var, ortaqdır. Deməli, 3-ü götürdük. Bir də baxaq, yazılışı ilə deyilişi arasında iki fərqli məqam var. Deməli, yazılışı və deyilişi arasında iki fərqli məqam var. Bu yanlışdır, 4-ü götürmürük. Sonra, hərflərlə səslərin sayı bərabərdir. 5-ə baxaq. Hərflərlə səslərin sayı. Bu hər ikisinə aiddir. 5-də götürmürük. Kar qarşılığı olmayan iki samit işlənmişdir. Kar qarşılığı olmayan iki samit. Baxaq. N. Baxın, 2 N işlənib. Bu doğrudur. Demək, 6 da doğrudur. Cavabımız 1, 3, 6. Verilmiş cümlə ilə bağlı doğru fikirləri müəyyən edin. Mən öz arzularıma həmişəlik vida edib, kiçik bir kənd klubunda işləməyə gedirdim. Əvəzliklər müxtəlif məna növündədir. Mən şəxs əvəzliyi, öz təyin əvəzlik. Deməli, bir doğrudur. Hal şəkilçisi qəbul etmiş bütün sözlər isimdir. Baxaq, işləməyə baxın. İşləməyə yönlük hal şəkilçisi qəbul edib, amma isim deyil, feildir. Deməli, 2-ni çıxırıq. Sifət adi dərəcədədir. Kiçik sözü burada adi dərəcədə doğrudur. 1, 3. Feillərin hər biri quruluşca növü fərqlidir. Baxın, həmişəlik vida edib olacaq mürəkkəb, işləməyə olacaq düzəltmə, gedirdim olacaq sadə. Deməli, bu doğrudur. 1, 3, 4. Zərfin müxtəlif məna növlərindən istifadə olunub.
Baxaq, mən öz arzularıma həmişəlik vida edib. Burada həmişəlik sözü var. Bu olacaq zaman zərfi, amma müxtəlif məna növü yoxdur. Yəni bir zərfdən istifadə olunub. Deməli, 5-i çıxırıq. Leksik mənası olmayan söz var. Bu da doğrudur. 6. Bu da bir sözü ədatdır. 6-nı da götürdük. 1, 3, 4, 6. Cümlədə işləmiş təsriflənməyən feillərlə bağlı doğru fikirləri müəyyən edin. Mən saralmış buğda zəmilərinin arası ilə yavaş-yavaş irəliləyir və bugünkü hadisələr haqqında düşünərək deyilənləri götür-qoy edirdim. Bu da saralmış, sonra düşünərək və deyilənləri. Bunlar təsriflənməyən feillərdir. Digər cümlədən də baxaq. Sürücü maşından düşdü və palçığa bata-bata təsriflənməyən feil. Görünən evlərin, bu da görünən sözü təsriflənməyən feildir. Baxaq indi doğru fikirlər müəyyən edilir. Birinci cümlədə həm indiki, həm də keçmiş zaman məzmunlu feili sifət işlənib. Baxaq, mış varsa bu olacaq keçmiş zaman məzmunlu, ən varsa indiki zaman məzmunlu. Deməli, bir doğrudur. Biri götürdük. Sonra, birinci cümlədə bütün təsriflənməyən feillər tərkib əmələ gətirib. Baxaq, mən saralmış buğda zəmilərinin arası ilə yavaş-yavaş irəliləyir. Nə edir irəliləyir ki, mən hansı buğda zəmilərinin arası ilə saralmış, bu da saralmış tərkib əmələ gətirməyib. Deməli, 2 yanlışdır. 2-ni götürmürük. Hər iki cümlədə işlənmiş bütün fe'li sifətlər eyni qrammatik məna növdədir. Baxaq, saralmış da sadə söz olduğu üçün məlum növdədir. Görünən burada olacaq, görünmək qayıdış növdə. Yəni eyni məna növü deyil. Üçündə çıxırıq. İkinci cümlədə təsriflənməyən feillərin hər ikisi tərkib əmələ gətirib. İkinci cümlədə təsriflənməyən feillər. Baxaq. Sürücü maşından düşdü və palçığa bata-bata uzaqdan görünən evlərin arasında gözdən etdi. Nə etdi? Gözdən etdi. Kim? Sürücü. Necə? Palçığa bata-bata. Hansı evlərin uzaqdan görünən? Bu da olacaq təyin. Deməli, bu doğru. Tərkib əmələ gətirib. Deməli, 4-ü götürürük. 5-ə baxaq. İkinci cümlədə hərəkətin zamanını bildirən feili bağlama işlənib. Hərəkətin zamanı. Da bata-bata hərəkətin zamanı yox, hərəkətin tərzini bildirir. Deməli, 5-də yanlışdır. Verilmiş cümlə ilə bağlı yanlış fikirləri müəyyən edin. Yeni gələn adam həyətə daxil olub, darvazanın böyük qapılarını taybatay açdı. Nə etdi? Açdı. Kim? Adam. Hansı adam? Yeni gələn. Necə açdı? Taybatay. Nə tərzdə açdı? Həyətə daxil olub. Zərflik. Nəyi açdı? Darvazanın böyük qapılarını. Bu da tamamlıq. Baxaq, indi variantı. Yanlış fikir müəyyən edir deyir bizə. Bütün cümlə üzvləri, bütün ikinci dərəcəli cümlə üzvləri iştirak etmişdə. Bu doğrudur. Biri çıxdıq. Zərfliklərin ifadə vasitəsi eynidir. Baxaq, həyətə daxil olub, birə taybatay. Eyni deyil. Deməli, 2-ni götürdük. Biri sözlə ifadə olunub, digəri isə həyətə daxil olub söz birləşməsinə ifadə olunub. Yəni, fe'li birləşmə ilə ifadə olunub. Deməli, 2-ni götürdük. Fe'li birləşmələrin hər biri müxtəlif cümlə üzvlərinin ifadə vasitəsidir. Baxaq, fe'li birləşmələr. Burada yeni gələn olacaq fe'li birləşmə təyin vəzifəsində çıxış edib, həyətə daxil olub fe'li birləşmədir və zərflik vəzifəsində çıxış edib. Deməli, bunu götürmürük. Bu da doğrudur. Bizə yanlış deyil. Deməli, 3-ü çıxdıq. 2 doğrudur. 4-ə baxaq. Qrammatik əsas təşkil edən cümlə üzvləri nitq hissəsi ilə ifadə olunmuşdur. Açdı, feil, adam, isim. Bu da doğrudur. 4-ü çıxarıq. Nitq hissəsi ilə ifadə olunmuş ikinci dərəcəli cümlə üzvü yoxdur. Yoxdur nitq hissəsindən. Bax, taybatay zərfdir. Nitq hissəsindən ifadə olunub ikinci dərəcəli üzvdür. Yəni zərflik vəzifəsində çıxış edir. Demək, 5-i də götürürük. 2, 5. Həm söz birləşməsi, həm də nitq hissəsi ilə ifadə olunmuş təyin işlənmişdir. Həm söz birləşməsi, həm də nitq hissəsindən ifadə olunsun. Bir dənə təyinimiz işlənib, o da söz birləşməsindən ifadə olunub. Yəni nitq hissəsindən ifadə olunmuş təyin yoxdur. 6-na götürür. Cavab 2, 5, 6. Uyğunluğu müəyyən edin. Müəyyən şəxsi cümlə,
ümumi şəxsi cümlə və şəxsiz cümlə. Baxaq, Mübariz İbrahimov öz qəhrəmanlığı ilə adını xalqımızın şərəf tarixinə yazdı. Nə etdi yazdı? Kim? Mübariz İbrahimov. Mübtədası və xəbər olduğu üçün olacaq müəyyən şəxsi cümlə. 1-ə A. Məktəbimizə yaşıllıq salmaq üçün çoxlu ağac gətirdilər. Bu qeyri-müəyyən şəxsi cümlədir. Bunu götürmürük. Yəni B çıxır. Yurdumuzun hər yerində gözəl təbiət mənzərələrinə rast gəlirsən. Deməli, hamı rast gəlir. Deməli, bu olacaq ümumi şəxsi cümlə. Sənədlərə diqqətlə nəzərə salındı olacaq şəxsiz cümlə. Mənim ora getməyimə yardım edəcəklər. Bu da olacaq qeyri-müəyyən şəxsi cümlə. Deməli, cavab olacaq 1A, 2C, 3D.